İsmail qardaşım, çox sağ ol. Mənə qarpız göndərir kətdən. Sırf öz əkdiyimiz, yəni bostanımızın qarpızıdır. Ağcabədin təzə kəskəndir. Allah sağ olsun. Bu nədir? Bu nədir? Bu kürət çox olur. Qıpqırmızıdır, mən bilirəm bal kimidir bu qarpız. Mən inanıram ki, bu qırmızı qarpızdır. Çünki bunu sırf kardeşim İsmail yetiştiribdi. Allah ona dəyməsin. Ha. Bir ilə qarpız çox ucuz oldu ha. Sen gönderdiğin karpuz içine ne diyeyim hani? Bu ne de göndermişsin ya? Nereye kaldı? Cebin yakını seçer. Bu ne de? Ev ne günah kaldı? Bu ne de? Ben de tərifliyim. Bu ne de?